Salam, tədbir iştirakçıları, hər birinizi salamlayıram. Məlum məsələdir ki, bugün biz rayonumuzun, elimizin, obamızın, Azərbaycanın iki doğulu, milli qəhrəmanımız Ramazan Şamilin cənnətdəki 50 yaşını qeyd etmək üçün razılaşmışıq. Bəli, çox qürur vericidir. Mən dövlətimizin, dövlətliyimiz uğrunda, müstəqilliyimiz uğrunda və suverenliyimizin bərpasının uğrunda Mart hadisələrində dövlət çevrilişinin qarşısını alarkən qəhrəmancasına şəhadətə işlənmiş Ramazan Şamil Ağasoğlu'nun haqqında material toplamaq, yazmaq mənim üçün çox qürur vericidir. Mən 3 kitab müəllifiyəm. Özümü də biraz, nəsə vətən qarşısında etdiyimi hiss edirəm ki, az da olsa xidmətim var. Bir şəhid haqqında bir material, broşura yazıb, bunu işıqlandırıb, təbliğ etmək. Bu mənim canımdan, qanımdan gələn bir hissdir. Bunu mən edirəmsə, nə yaxşı mənə. Yəni, özümü tərifləmək üçün deyirəm, mən vətəndaşlıq borcumu bir yazar kimi, mən də bu sahədə vətənə xidmət edirəm. O demək deyil ki, kimsə hərbiçi olsun, vətənə xidmət etsin. Hərə öz peşəsi üzrə, sahəsi üzrə, bəli, vətənə xidmət etməli və vətənə layiqli evrə durmalıdır, şəxsiyyət kimi yetişməlidir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət başçımızın, cənab İlham Əliyevin, Ali Baş Komandanımızın əmr və tapşırıqları rayonlarda uğurla həyata keçirilir. O cümlədən bizim rayonumuzda da çox yüksək səviyyədə işlər görülür. Bu şəhidlərimizin adlarının əbədiləşdirilməsi. Və mən hər kəsə minnətdarlığımı bildirirəm və sonunda bir yazdığım şeiri icazə versəydiniz deyərdim. Görünüb gözəl oxulub hərdən, düşmənin bağrını qartal təhqiqdən, sarılıb silahı lapıb öndə gedən şir biləkli igidlərə borcludur. Dəmir yumruq əzimindən güc alan, bayrağımızı zirvələrə ucaldan, vətən bizim, torpaq bizim qıyqıran qorxmaz igid qazilərə borcludur. Adlarını tarixlərə yazdıran, 44 günə yağlardan baz alan, qələbəli iftixar yaşadan cənnətdəki şəhidlərə borcludur. Cənnətdəki şəhidlərə borcludur. Diqqətinizə görə sağ olun.